Salam, Frans 24 kanalının flagmanı olan üzbə-üz verilişinə xoş gəlmisiniz. Bugün bizim qonağımız Azərbaycan Prezidenti İlham Əliyevdir. Çox sağ olun, cənab Prezident. Təşəkkür edirəm. Avqustun 8-də sizin Ermənistanın baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trump'ın iştirakı ilə Ağ Evdə üç tərəfli görüş keçirildi. Azərbaycan ilə Ermənistan arasında münaqişəyə son qoymaq, nəqliyyat marşrutlarının açılması və münasibətlərin normallaşdırılması haqqında bəyannamə imzalandı. Tam sülhün və tam normallaşmanın tezliklə olacağını düşünürsünüzmü? Bəli, elə düşünürəm. Çünki bu tarixi sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə imzalanması o deməkdir ki, münaqişə bitib və biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq. Yeri gəlmişkən, ABŞ Prezidenti birgə bəyannaməni də şahid qismində imzalamışdır. O vaxtdan bəri 6 aydan çox müddət keçib və bizim Ermənistanla sərhəddə vəziyyət çox sakitdir. Artıq atəş açılmır, qurban vermirik, yaralananlar olmur. Azərbaycan bir tərəfli qaydada Ermənistana malların tranziti üzərində olan məhdudiyyətləri aradan qaldırdı. Biz həmçinin Ermənistana vacib neft məhsullarını təciz etməyə başladıq və bununla da bizim ticari münasibətlərimiz başladı. Beləliklə, görə bilərik ki, artıq sülhə nail olunub. Yekun sülh sazişini imzalamaq üçün müəyyən formal xarakter daşıyan məsələlər var. Lakin qeyd etdiyiniz bəyannamə ilə yanaşı, hər iki ölkənin xarici işlər naziri Vaşinqtonda sülh sazişinin mətnini də parafladılar. Beləliklə, mənim üçün bu artıq bitmiş işdir. Hesab edirəm ki, Ermənistanın baş naziri də mənimlə eyni fikirdədir. Biz elə indi sülh şəraitində yaşamaq öyrənirik və bu çox yaxşı bir hissdir. Bu çox yaxşı bir hissdir. Lakin tam normallaşma üçün nə çatışmır? Belə başa düşürəm ki, Azərbaycan üçün məsələ Ermənistanın konstitusiyası və orada Qarabağa aid ərazi iddiaları ilə bağlı mətnlə əlaqədardır. Bu sizin üçün mütləq qırmızı xətt deməkdir. Bu dəyişməsə normallaşma olmayacaq. Bəli, siz haqlısınız. Bu olmasa sülh sazişi imzalanmayacaq. Mən normallaşmanı rəsmi sülh sazişindən ayırardım. Çünki normallaşma artıq baş verir. Qeyd etdiyim kimi, müsbət məcrada inkişaf edən bütün hadisələr bunu göstərir. Lakin Ermənistanın konstitusiyasında, hansı ki Qarabağın işğal altında olduğu dövrdə uzun müddət bundan öncə qəbul olunmuşdur, Ermənistanın istiqlaliyyət bəyannaməsinə istinad var. Orada da Qondarma Dağlıq Qarabağ və Ermənistan birləşməlidir məzmunlu paraqraf var. Beləliklə, bu Azərbaycana ərazi iddiasıdır. İkinci Qarabağ müharibəsinin bitməsindən sonra uzun illər ərzində bizim mövqeyimiz çox aydın olub. O dəyişilməlidir. Mən bildiyimə görə Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq. Lakin yenə də vurğulamaq istəyirəm ki, Azərbaycan üçün sülh əldə olunub. Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, bu formal xarakter daşıyan hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmən sülh olacaq. Bu il sözsüz ki, Vitse-prezident J.D. Vance hər iki ölkəyə səfər edib, strateji tərəfdaşlıq münasibətləri elan edilib və bu tərəfdaşlıq çərçivəsində ABŞ indi Azərbaycana bütün növ silahları satacaq. Həmçinin TRIP layihəsi yaxud beynəlxalq sülh və rifah naminə Trump marşrutu var. Bu Ermənistandan keçən və eksklavınız olan Naxçıvana gedən magistral yol və dəmir yoludur. Bu sadəcə boş ümidlərdir, yoxsa həqiqətən baş verəcək və dinamikanı dəyişəcək. Məndə bunun baş verəcəyinə dair heç bir şübhə yoxdur. Bunun səbəblərindən biri də odur ki, Amerika Birləşmiş Ştatları bu prosesdə çox vacib rol oynayır. Azərbaycanın iki ərazisini Ermənistan ərazisindən birləşdirəcək və hətta Avropa qitəsinə qədər uzanacaq marşrut Prezident Trump'ın adını daşıyır. Bu beynəlxalq sülh və rifah naminə Trump marşrutudur. Düşünürəm ki, ABŞ prezidentinin şəxsən öz üzərinə götürdüyü bu öhdəlik və ABŞ hökumətinin gündəliyi TRIP-in inşa olunacağını göstərir.
Bu böyük məsafə deyil, cəmi 40 kilometrdən çoxdur. Yeri gəlmişkən demək istərdim ki, hazırda Azərbaycanın paytaxtdan Ermənistan sərhədinədək inşa etməkdə olduğu dəmir yolu təxminən 400 kilometrdir. Üstəlik demək olar ki, 200 kilometrlik hissə bizim Naxçıvan eksklavında bərpa olunacaq. Beləliklə, bizim adlandırdığımız kimi Zəngəzur dəhlizinin Ermənistan segmenti çox qısadır. Əminəm ki, bu həyata keçiriləcək. Vitse-prezident Vensin səfəri ilə bağlı suala gəldikdə isə, bəli, bu çox mühüm bir səfər idi. Birləşmiş Ştatların vitse-prezidentinin səfəri özlüyündə istənilən ölkə üçün əhəmiyyətlidir. Hazırki vəziyyətdə bu, Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması ilə əlamətdar oldu. Beləliklə, biz dünyanın ən güclü ölkəsinin rəsmi strateji tərəfdaşı olduq və bunu ölkəmiz üçün böyük uğur hesab edirik. Bu strateji xartiya mətbuatda dərc olunduğu o müxtəlif bölmələrdən ibarətdir. Onlardan biri müdafiə məhsullarının satışı ilə bağlıdır, amma təkcə bu deyil. Buraya enerji, bağlantı, süni intellekt, investisiya və ticarət daxildir. Həmçinin Azərbaycana silah tədarükü ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Ölkənizdə hərbi məhkəmənin Qarabağ bölgəsinin 13 şəxsinə ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə ömürlük həbs cəzası verməsinə dair qərarına toxunmaq istəyirəm. ABŞ vitse-prezidentinin bu məsələ ilə bağlı danışdığı və bölgədə sülhə nail olunması məqsədi ilə sizdən bəlkə də onları əfv etməyinizi istədiyi barədə məlumatlar var idi. O bunu edibmi və siz bunu edəcəksinizmi? Vitse-prezidentlə bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı bu məsələ də onun tərəfindən qaldırıldı və mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Vəssalam. Biz əsasən iki tərəfli əlaqələri, regional inkişafı, TRIP və Ermənistanla rəsmi sülh perspektivlərini müzakirə etdik. Qeyd etdiyiniz bu insanlara gəldikdə isə onlar bizim ərazimizdə Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən qanunsuz separatçı rejimin liderləridir. Bu insanlar uzun illər ərzində Azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri çoxsaylı ifadələrlə sübuta yetirilib. Hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. Cənab Prezident, bəs siz bununla bağlı nə isə edə bilərsinizmi? Siz nəyi nəzərdə tutursunuz? Yeni səhifə açıb onları əfv edə və ya buna bənzər nə isə bir jest edə bilərsiniz. Bu sizin səlahiyyətləriniz daxilindədir. Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberg məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, 2 aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm onları azad edin. Bu sizin üçün eyni şeydir. Bəli, tamamilə. Hətta daha da pistir. Daha da pistir. Onların törətdiyi cinayət 2-ci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi. Bəs yeni səhifə açmaq baxımından sonuncu müharibə nəticəsində Qarabağı tərk etmək məcburiyyətində qalan ermənilərə qarşı biraz mərhəmət hiss edirsinizmi? Bizim bu məsələ ilə bağlı mövqeyimiz çox aydın olub. Bizim Qarabağda yaşayan bütün ermənilərə vətəndaşlıq və ya iş icazəsi üçün müraciət etməyi təklif etdiyimiz dəfələrlə səsləndirilib, o cümlədən veb-saytda dərc olunub. Qarabağ ermənilərinin nümayəndələri ilə bir neçə dəfə görüşlərimiz oldu, lakin onlar Ermənistana getmək seçimini üstün tutdular.
Bugünkü Ermənistan ərazisindən deportasiya edilmiş və etnik təmizləməyə məruz qalmış yüz minlərlə Azərbaycanlımız var. Lakin Ermənistan hökuməti onların geri qayıtması üçün heç vaxt heç bir təklif irəli sürməyib. Düşünürəm ki, bu məsələyə qarşılıqlı nöqteyi nəzərindən yanaşmalıyıq. Qayıdış hüququ universal bir hüquqdur və əlbəttə ki, bizə belə bir müraciət olarsa, Azərbaycan bu hüquqa mütləq əməl edəcək. Lakin eyni zamanda 30 il Ermənistanla müharibə şəraitində olduğumuzu və 30 il ərzində onların ərazimizi işğal altında saxladığını nəzərə alsaq, Qərbi Azərbaycanlılar adlandırdığımız yüz minlərlə Azərbaycanlıya qarşı da eyni münasibəti gözləyirik ki, bugünkü Ermənistana qayıda bilsinlər. Mən qısaca olaraq Fransa ilə münasibətlərə keçmək istəyirəm. Əlaqələr xüsusən də son müharibə zamanı çox pis olub. Siz Fransanı Yeni Kaledoniyada, Korsikada müstəmləkə ölkəsi olaraq çox ağır sözlərlə tənqid etdiniz. Bir neçə ay əvvəl Fransa vətəndaşı Theo Klerk azad edildi. Hazırda digər vətəndaşın məhkəməsi gedir. Avropa Siyasi Birliyinin zirvə görüşü çərçivəsində sizin Fransa prezidenti ilə qısa görüşünüz oldu. Deyə bilərsinizmi münasibətlər öz məcrasına qayıdıb və Azərbaycan ilə Fransa arasında hələ problemlər qalır. Bilirsiniz, Fransa ilə problemlərin kökü bizdən gəlmir. İkinci Qarabağ müharibəsindən əvvəl Fransa ilə çox yaxşı münasibətlərimiz var idi. Prezident Sarkozinin, Prezident Hollandın səfərləri olmuş, mənim Fransaya rəsmi səfərlərim həyata keçirilmişdir. Eyni zamanda mən Prezident Macronun hakimiyyəti dövründə Fransaya səfər etmişəm. Bizim çox mehriban münasibətlərimiz olub, çox biznes fəaliyyəti aparılıb, ondan artıq qardaşlaşmış şəhərlərimiz olub. İkinci Qarabağ müharibəsi başlayan zaman biz ərazi bütövlüyümüzün bərpasına start verdik. Əfsuslar olsun ki, Fransanın mövqeyi heç cür anlaşılan deyildi. Çünki Fransa bir tərəfdən ölkələrin ərazi bütövlüyünü müdafiə edir, o öz ərazi bütövlüyünü müdafiə etməyə səy göstərir. Hazırda Danimarkanın, Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, lakin əfsuslar olsun ki, onlar separatçıların tərəfini tutdular. Milli Assambleya və Senat separatçılara dəstək məqsədi ilə ondan artıq qətnamə qəbul edib və Ermənistanın özü tanımasa belə sizin parlament hətta qondarma Dağlıq Qarabağı tanıyıb. Həmçinin hökumətlə münasibətlər gərgin idi, lakin bir daha deyirəm, biz həmin gərginliyin mənbəyi olmamışıq. Biz sadəcə öz suverenliyimizə hörmətlə yanaşmanı istəyirdik. Axı, siz çox ağır sözlərdən istifadə etdiniz. Bilirsiniz, ağır sözlərdən istifadəni mən başlamamışam. İstəyirəm tam əmin olasınız. Azərbaycanın atdığı addımlar yalnız cavab idi. Bizdə Fransa prezidentinin və bir çox fransız rəsmilərinin, o cümlədən senatınızın sədrinin, Milli Assambleyanızın sədrinin, tanınan şəxslərin dövlətimizi və şəxsən məni təhqir etmək üçün istifadə etdikləri ağır sözlərdən kataloqumuz var. Bundan əlavə, 2020-ci ildə 2-ci Qarabağ müharibəsindən sonra və 2023-cü ildə antiterror əməliyyatından əvvəl xanım Pekrez, cənab Barnier, cənab Retallo kimi çox tanınan şəxslər, bütün bu adlar auditoriyaya yaxşı məlumdur, Qarabağa qeyri-qanuni səfərlər etmiş və separatçılara dəstək vermişlər. Bu, Azərbaycan dövlətçiliyinə açıq təhqir və tam hörmətsizlik əlaməti idi. Bizim tərəfimizdən deyilmiş sözlərin və ya atılmış addımların hamısı cavab olaraq baş vermişdir. Bəlkə də bu ağır tərzdə olmuşdur, ölçmək asan deyil, lakin düşünürəm ki, bizim üçün vacib odur ki, qeyd etdiyiniz kimi ötən ilin sonunda Prezident Macron ilə görüşüm oldu. Görüş çox müsbət keçdi və biz hər şeyə yenidən başlamaq razılığına gəldik. Biz buna hazırıq. Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil. Bir daha deyirəm, bu bizim təşəbbüs deyildi, lakin indi düşünürəm ki, hər iki tərəf, xüsusən də Ermənistan ilə Azərbaycan arasında artıq əldə olunmuş sülhdən sonra normal münasibətlərə daha çox hazırdır.
Beləliklə, nəticə olaraq biz yaxın gələcəkdə Fransa prezidenti ilə sizin görüşünüzü gözləyə bilərikmi? Bəli, bir mənalı olaraq yeri gəlmişkən Kopenhagendə görüşümüz çox dostcasına keçdi. Əlbəttə ki, görüş baş tutduqdan bir neçə ay sonra heyətlərimiz arasında xeyli təmaslar olub. Onlar müntəzəm olaraq əlaqədədirlər, bir neçə görüş baş tutub. Bəli, bəzi məsələlər hələ də qalır. Prezident Macron və mən onların hər iki tərəfdən həll olunmasını qeyd etmişik. Lakin bir daha anlamaq vacibdir ki, bu hərəkət qarşılıqlı olmalıdır. İki suveren dövlət kimi biz bir-birimizə hörmət etməliyik, hüquq sistemlərimizə hörmətlə yanaşmalıyıq və bir-birimizin işlərinə qarışmalı deyilik. Əgər sizin sözdən istifadə etsəm, Kaledoniya və s. məsələləri biz birinci ortaya atmadıq. Məhz Fransa, Qarabağ kimi daxili məsələlərimizə müdaxilə etməyə başladı. Bu nəinki həmin mövzuya, hətta siyasi gündəliyimizə də şamil edildi. Bir sözlə, buna son qoyulmalıdır. Düşünürəm ki, hər iki tərəf bunu necə etməyi bilir.